Burada isə çörək üçün olan təndir idi. Bunları, bütün bu çörək pizza sobası olsun, 8 metr 40 santim uzunluğunda olan manqalı olsun. Burada 3 dənə təndir var idi, hansı ki kabab pişirmək üçün. Burada qazan yeməkləri pişirmək üçün. Bütün bu materiallar sahədə yerləşən dağlama materiallar mağazasından alınmışdı. Rusiya istehsalı kərpiçlər idi. Bu materiallarla bu cür gözəl kompleksi hazırlayan usta isə Culağa usta idi ki, Culağa ustanın əl işlərini daha əvvəllərdə paylaşmışıq. Sadəcə özü çox reklam edən ustalardan deyil, özünün böyük bir komandası var. Yəni tək formada işləmir. 6-7 nəfər, yəni bu böyük bir gözəl kompleksi hazırlayırlar. Həm keyfiyyətli formada, həm tez bir müddətdə yəni hazırlayıb sizə təhvil verə bilirlər. Bayaqki videoda dedim, yəni bəzi müştərilər işi kiçildir, məndən danışdıqları vaxtda deyir, təndirdir, manqaldır, nə var onu yıxmağa. Xeyr, bu belə deyil. Yəni hər işin öz xırdalığı var. Yəni burada gördüyünüz kimi bir dənə təndir ayrı yığılıb ki, bu çörək üçündür. Orada isə 3 dənə təndir yığılıb ki, onlar sırf kabablıqdır. Səbəb də odur ki, orada müəyyən ölçülər var. O ölçüləri düzgün qoymayanda deyək ki, birində kabab yaxşı çıxmır, birində çörək yaxşı çıxmır. Ona görə yəni hər işin o məsələ var ki, deyək çörək və çörəkçiyə birində üstündə. Yəni müştərilərə də hər zaman məsləhət görürəm ki, əgər istəyirsinizsə ki, işiniz keyfiyyətli alınsın, işi ustaya həvalə edir, çəkilin